Salam, hər vaxtınız xeyir olsun. Bugün sizlərlə eBay dropshipping eləyənlərin ən çox səhv elədiyi hissələrdən biri olan tədarükçü seçimindən danışacağam. Niyə ən çox səhv elədikləri hissələrdən biri olan deyirəm? Çünki hamı elə bilir ki, eBay-də dropshipping ancaq Çindən al, Amerikada sat söhbətdir. Yox, əksinə eBay-in bundan tamamilə heç xoşu gəlmir. eBay-də individual hesab açıb biz sonra onu satıcı hesabına keçirik. Çünki biznes hesabı açmağımız üçün bizim Amerika və ya İngiltərə qeydiyyatında olan bir şirkətimiz olmalıdır. Bu şirkəti açmaq üçün də başlanğıcda biraz sərmayə tələb edir. Amma ki, bunu individual olaraq açıb da satış edə bilərik. Ondan istifadə edirik biz başlanğıcda. Bunu necə edirik bəs? Hesabımızı alıcı hesabı kimi açırıq, sonra satıcı hesabına keçirik. Amma əslində bu nə üçündür bilirsiniz? eBay-in istifadəçilərinin evlərində olan və istifadə eləmədikləri ikinci əl məhsullarını və ya evlərində çox olan məhsullarını əldən çıxartmaq üçün, əllərində kolleksiyalarını və ya antik məhsullarını satması üçün istifadə etmələri gərəkən bir yerdir bu əslində. Bizim götürüb istifadə etdiyimiz kimi dropshippinglə sürdürülə bilir bir iş görməyi planlamırlar. Dropshipping əlbəttə ki, sürdürülə bilir deyil. Dropshipping başlanğıc mahiyyəsidir. Dropshippingdə biz əlimizdə olan bir 2000-i eləməyə çalışırıq 6000, 10000. Ondan sonra arbitraj bir şəkildə öz markamızı qurub Shopify-da ilerləməyə başlayırıq. Nəysə, bu hissə işin gələcək hissəsidir. Amma mən ən əsas hissə olan sənə təməl başlanğıcdan danışacağam. Biz tədarükçü olaraq ən düzgün seçimi Amerikada eləyəcəyik və Amerikalı tədarükçülərdən istifadə eləyəcəyik. Sənə ən çox istifadə etdiyim və tələbələrimə də məsləhət gördüyüm konkret olaraq təcrübələrimə dayanan tədarükçüləri göstərəcəm. Hansı ki, bu tədarükçülərin hamısını özüm praktik olaraq gündəlik satışlarımda, alışlarımda istifadə edirəm. Hətta bəzi məhsullar olur ki, Amazondan, Wayfairdən, Targetdən özüm Azərbaycana belə sifariş edib istifadə edirəm. Çox söz uzatmadan birbaşa həmin məhsullara keçərik. Amerikadan istifadə etdiyimiz tədarükçülərin başlarında Wayfair gəlir. Ondan sonra Target, Walmart, AliExpress və Amazon gəlir. AliExpress-ə diqqət edib deyə bilərsiniz ki, nə oldu bəs Çindən istehsalatdan satış eləməyi istəyirsən? Bəli, açığı tərəfdarı deyiləm. Lakin istisnalar qaydanı pozmur. Bəzən istifadə edirik biz də AliExpress-i. Çünki çox qazanclı məhsullar olduqda istifadə edə bilərik. Lakin gördüyün kimi 5 dənə tədarükçü qoymuşamsa bura 4-ü Amerikalı tədarükçüdür ki, bir danışım ki, hansında daha çox nə yaxşı gedir. Wayfair-i biz əsasən mebellərə görə istifadə edirik. Niyə? Çünki Wayfair-in özünün Castlegate adında bir logistik şirkəti var və həmin logistik şirkəti vasitəsilə belə ağır məhsulları rahatlıqla daşıya bilir Wayfair və mebel seçimində həqiqətən də çox yaxşı məhsulları var, çox ucuz məhsullar var. Home and Garden sektorunda belə satılan uğurlu məhsullar tapdıqda Wayfair-dən çox rahatlıqla istifadə edə bilərsiniz və 35 dollardan yuxarı alış-verişlərdə sürətli və pulsuz çatdırılma edir Wayfair. Wayfair-dən sonra gələn ikinci ən yaxşı tədarükçümüz isə Targetdir. Niyə Targetdir? Target ucuz və keyfiyyətli məhsulların satışı üçün çox yaxşıdır. Necə? Bəzi sektorlar var ki, birbaşa minimalist dizaynda olan məhsullara fokuslanırlar. Buna xüsusi nişlər yaradırlar. Həmin nişlərdə olan mağazalar üçün Target çox yaxşı seçimdir. Həm də ki, Targeti mən necə istifadə edirəm daha çox? Hansısa məhsulum Amazonda yoxdursa, inan mənə gəlib onu Targetdən yeni qaydada tapacağam. Eyni şəkildə Targetdə çoxlu bonuslar, kuponlar, kodlar olur. Onları toplayaraq da sən qəşəng endirimlər qazana bilərsən və bunlardan gələcək satışlarında, alışlarında istifadə edib çox qəşəng bir şəkildə karını %15-20 rahatlıqla artıra bilərsən. Targetdən sonra isə ən çox istifadə etdiyimiz Walmartdır. Walmart hansı ki, buradakı məhsul yelpazəsinin genişliyi haqqında danışmağıma çox da ehtiyac yoxdur. Walmart deyərəm ki, ikinci Amazondur. Lakin Azərbaycandan bir problemi var ki, hesab açılışlarında Amerikan nömrəsi tələb eləyir və rəsmi olaraq oradakı kartları, bizim daha doğrusu istifadə etdiyimiz alış-veriş kartlarını orada istifadə etmək olmur. Oraya üçün xüsusi kartlardan istifadə etmək lazımdır. Hansı ki, bu biznes kartlar olmalıdır. Bunu Wise-dən, Pioneer-dən istifadə edə bilərsiniz. Hətta bəzən Pioneer-in belə adi kartlarını, digital kartlarını qəbul eləmir. Konkret olaraq biznes kartı olmasını tələb eləyir. Buna görə də Walmart-ın mənfi cəhəti bu olsa da, üstünlüyü çox geniş məhsul yelpazəsidir, çox uyğun qiymətli məhsullar tapılmasıdır və dropshipping üçün sözün əsl mənasında ən başı çəkən tədarükçülərdən biri olmasıdır. Sənə açıq bir şəkildə deyirəm ki, tədarükçü seçərkən sənin ən əsas diqqət etməli olduğun bir neçə məsələ var. Bunların ən başında istifadə etdiyin tədarükçünün məhsul yelpazəsinin genişliyi gəlir. Sənin ona güvənməyin üçün onun çox geniş bir məhsul yelpazəsi olmalıdır. Yəni bir məhsulun bir neçə versiyası, fərqli similar items, yəni oxşar məhsulları mütləq bir şəkildə olmalıdır. İkinci ən diqqət etməli olduğun məsələ isə onların dəstək xəttidir. Sənə nə qədər sürətli dəstək göstərirlər. Çünki sən dropshippersən. Əgər alıcının hər hansısa bir məhsuldan narazılıq olsa, o gedib sənin tədarükçünə yazmayacaq, sənə yazacaq. Deyəcək ki, qardaş, bu məhsul niyə belə gəldi? Sən də həmin məhsuldan məsuliyyət daşıyırsan. Ona görə sən də gedib tədarükçünə yazacaqsan ki, bu məhsul mənə bu şəkildə gəldi. O sənə sürətli bir şəkildə həll yolu və xidmət sunmalıdır. Əksi halda işin gecikəcək, satış performansı düşəcək, müştəri məmnuniyyətini azalacaq və mağazan suspend olacaq. Və bu da bizim ən axırıncı istədiyimiz şeydir. Üçüncü diqqət etməli olduğumuz ən əsas məsələ isə logistik ağının çox geniş olmasıdır. Yəni ki, az əvvəl dediyim Wayfair var idi. Wayfair-i niyə bu qədər çox sevirəm və tərifləyirəm? Wayfair-in özünün Castlegate adında xüsusi bir logistika şirkəti var. Ağır həcmli məhsulların daşınmasında çox üstünlüklər yaradır bu Castlegate-in öz logistikası. Daha ucuz qiymətdən daha yaxşı bir qazancla karını
satışlarından göndərmək olur. Məsələn, Amazonda eyni şeyi edə bilmirsən. Amazon daha geniş bir sektora fokuslandığı üçün o xüsusi bir ağır məhsullar üçün logistika yaratması onun üçün elə də qazanclı olmur. Amma ki Amazonun özünün daha üstünlükləri var. Birazdan danışacağam sənə. Bayaq dediyim 3-cü məsələ var idi, logistika xəttinin çox geniş olması. Və logistika xətti həqiqətən də Walmartda və Wayfairdə çox genişdir. Targetdə nisbətən azdır, lakin digər marketplace-lərə nisbətən Targetdə çox yaxşıdır sözün əsl mənasında. Və bizim başını çəkdiyimiz və başı bəlalımız tədarükçümüz AliExpress. AliExpress-dən istifadə edərkən necə olur? Biz AliExpress-dən istifadə edərkən konumumuza görə ruya atır. Biz bunu dəyişik edirik. Amerika hər zaman silirik bunu. United States yazırıq. United States yazırıq elə Amerika gəlir və aliexpress.com-a atır bizi. aliexpress.com-a atdıqdan sonra biz AliExpress-dən istifadə edə bilirik. AliExpress-i çox pis demirəm. Əslində açığını desəm mən də başlayanda səhvlər eləmişdim, AliExpress-dən istifadə eləmişdim. AliExpress çox pis deyil. Sadəcə problem nədir bilirsiniz? Düzgün tədarükçüsünü tapmaq ciddi bir təcrübə tələb edir. 7-nin 3-ə qaydası var. Ümumi satışların reviewsu, daha doğrusu ümumi satışların nisbəti reviewların nisbətinin 7-yə 3 olmalıdır. Yəni 7 dənə satış edibsə minimum 3 dənə review almalıdır və bu reviewlar da minimum 4.5 ulduzdan çox olmalıdır və satışlarının sayı minimum 100-dən çox olmalıdır ki, bu tədarükçüyə sən güvənə biləsən. Əksi halda AliExpress-i qətiyyən heç istifadə eləmə. Məhsulun gedəcək xarab çıxacaq. Müştəri məmnun dəstəyi burada zibil kimi işləyir. Sözün əsl mənasında çatdırılması 14 gün 20 gün arası çəkir. Yəni ona görə AliExpress-i ən sonda istifadə edə bilərsən. Qazanclı məhsul tapacaqsan. Sənə qəşəng xeyir verən məhsul tapacaqsan, amma salamat gedib çatmayan məhsul, müştəri məmnuniyyətini verməyən məhsul nə sənə lazımdır, nə müştəriyə lazımdır, nə də ki eBay-ə lazımdır. Bazardan qovulacaqsan. AliExpress-i ən sonda istifadə elə. Təcrübəni yarat Wayfair-də, Target-də, Walmart-da, sonra AliExpress-ə gəl. Çünki AliExpress necə deyim, dediyim kimi də problemləri çoxdur. Logistika xəttini biraz inkişaf etdirməyə çalışır, lakin Çin mənşəli bir tədarükçüdür. Yəni dədədən babadan gəlmə kitayski mal termini var. Ona görə də məsləhəti ən sonda AliExpress-ə görürəm. Lakin Amazon gözümüzün işığı, başımızın tacı. Amazon sözün əsl mənasında az əvvəl saydığım bütün kateqoriyalara ən geniş şəkildə riayət edən, demək olar ki, unik bazar yerlərindən biridir. Ki buna görə Amazon gündəlik olaraq ortalama 1.3 ilə 1.4 milyard arası dövriyyə eləyir ki, bu da sözün əsl mənasında dodaq uçuqladan bir rəqəmdir. Amazonun məhsul yelpazəsi ən genişdir. Logistikası bizim İspaniyadakı tədarükçülər, alıcılarımıza belə məhsul çatdıracaq qədər genişdir. Müştəri dəstək xətti desən, o ayrı bir söhbətdir ki, haqqında nə qədər istəsən kitablar yazdılar. Ona görə Amazon mənim başlanğıc üçün yeni başlayanlara ən çox tövsiyə etdiyim tədarükçülərdən biridir. Lakin Amazon haqqında çoxlu şayələr var ki, eBay-in Amazondan zəhləsi gedir, Amazon paketləməsində göndərdikdə problem olur. Qardaş, bunların hamısının həlli var. Amazonun düz eBay-in Amazondan elə də xoşu gəlmir. Lakin başlanğıcda eBay-in əsas məqsədi sənin müştəriləri qane eləməkdir. Əgər müştəri qanedirsə və alıcının hər hansısa bir şikayəti yoxdursa, bu Amazon paketləməsində getməyəcək onsuz məhsul bizim göstərdiyimiz qaydalarla yaratsanız elanı. Və bir də ki Amazonda məsələn digər şirkət Wayfair-də, Target-də, Walmart-da sən mütləq və mütləq əlavə vergi ödəməlisən. Lakin biz bunu Amazonda eləmədən də göndərə bilərik. Məsələn burada 68.99 yazılıb. Hamı bilir ki Prime aldıqda 8-10 dollarlıq olan shipping cost çıxır. Amma ki o 3-4 dollarlıq vergi var ha, ona hamı necə çıxılacağını bilmir. Ona görə də bunu Amazonda eləmək olur. Amazonda vergiden azad bir şəkildə göndərmək olur. Yəni bizim tələbələrimiz burada 68.99 görə birbaşa bununla hesablayırlar. Götürüb orada vergini falan da buy now edib hesablamırlar. 14 parçalıq dəstə buy now klikləyirəm. Burada da hər dəfə məndən parol istəyir. Sign in klikləyirəm bura. Buradan mənə Prime təklif edir. Bu Amazon hesabımı yeri yaratmışam. Lakin mən hələlik saxlayıram çünki ilk sifarişimi almamışam hələ ki. 3-4 gündür mağazama elan yerləşdirmişəm və 3-4 gündə hər hansısa bir sifariş almadığım üçün bundan istifadə eləməyəcəm. Məhsulu deməli nə deyir? Deyir Porto Rico'ya göndər. Hətta baxın, adamlar adada olan bir ölkəyə məhsul göndərirlər, qardaş. Bunların adaya logistikası var. Adalarda depoları var. Ona görə də Amazon çox sevdiyim bir depo tədarükçülərindən biridir. Baxın burada shipping handling 20 dollar 41 sentdir, lakin mənə nədənsə free shipping verib indi şirinlikləndirmək üçün. Lakin buna Prime aldıqdan sonra bu 20 dollarlıq cost sıfıra düşəcək onsuz da. Hər nəysə. Estimated tax to be collected hissəsi var ya, 7.93 olan hissə. Bu qətiyyən düşmür. Amma ki Amazonda bunu eləməyin çarəsi var. Amazonda bunu rəsmi olaraq biz bunu alış-verişin eləmədiyimiz üçün, satışını elədiyimiz üçün və bunu Amazona sübut elədiyimiz üçün biz bu 7.93 olan hissəni də ödəməyə bilirik. Yəni normalda rəqibin bunu 69
69, deyək ki, rəqəmimdə Prime də var. Plus 8 dollar 77 dollara göndərəcəkdi. Düzdür? 69 dollar üstə 8 dollar edir 77 dollar. Lakin mən bunu 69 dollara göndərəcəm və rəqibimdən 7 dollar aşağı qiymət qoyduqda belə qazanclılıqda olacam. Ki rəqibim sadəcə 7 dollara üstə qoyduqda başa-baş nöqtəsində olacaq. Mən 7 dollar aşağı qiymətlə başa-baş nöqtəmdə olacam. Hər nəsə buradan da place your order seçməzdən əvvəl bunu Amazonun paketində göndərməmək üçün baxın, hide what's inside ship in Amazon packaging. Bunu seçmirik. Bunu yuxarıdakı ship in manufacturers container seçirik. Yəni ki, harda istehsal olunursa qardaş, hansı markanınsa o markanın paketləməsində göndərsin. Əgər printed label-sa öz markasının paketləməsində göndərsin. Amazonda göndərməsin. Bunu da seçirik və bu şəkildə göndəririk. Ona görə Amazonun ən üstün cəhətlərindən biri budur. Amazonda bu şəkildə istifadə elədikdən sonra biz artıq tam olaraq düzgün bir şəkildə tədarükçülərimizdən necə istifadə edəcəyimizi bildik. Wayfair ağır mebellər üçün istifadə edəcəyik. Target'i ucuz məhsullar, minimalist məhsullar üçün istifadə edəcəyik. Walmart və Target'i Amazonda tədarükü bitmiş məhsulları axtarmaq üçün də istifadə edəcəyik. AliExpress isə çox qazanclı bir məhsul olduqda və satıcının reviewları 7-yə 3 qaydasına tabe olduqda və ulduzları 4.5-dən yuxarı olduqda və minimum 100 satış elədikdə və qazanclı bir məhsul olduqda istifadə edəcəyik. Tədarükçülərlə işləmək əslində elə də çətin deyil. Sadəcə düsturlar var, qaydalar var, konkret olaraq hər biri üçün. Onları bilmək lazımdır. Hətta Amazonda bayaq dedim, bu vergidən azad olmaq söhbəti. Gəlin bunun rəsmi hissəsində danışım sizə. Amerikada belə bir qayda var. Əgər siz məhsulu almırsınızsa, yəni daha doğrusu istifadə üçün almırsınızsa, satmaq üçün alırsınızsa, bunun üçün vergi ödəməyə bilərsiniz. Və bu vergini ödəməməyin də yollarını rəsmi olaraq bunu sübut elədikdə Amazona siz artıq hesabınızı rahatlıqla estimated tax to be collected-dən azad bir şəkildə, yəni tax free istifadə edə biləcəksiniz. Bugünkü dərsimizdə artıq Wayfair-dən, Target-dən, Walmart-dan, Amazon və AliExpress-dən necə düzgün bir şəkildə istifadə edəcəyimizi öyrətdim. Bu əlimin 5 barmağını tutan tədarükçülər Amerikanın ən böyük marketplace-ləridirlər. Onlardan düzgün istifadə etsəniz, siz başlanğıcı dropshipping-lə eləməyinizə heç vaxt peşman olmayacaqsınız. Çünki dropshipping açıq bir şəkildə sürdürülə bilir bir iş modeli deyil. Başlanğıc bir iş modelidir. 2-ni 10 eləmək üçündür dropshipping. Ondan sonraki mərhələ artıq öz mağazanızı, markanızı yaradıb Shopify-da irəliləməkdir. Yəni mindsetiniz bu şəkildə olsun. Fikirləşməyin ki, ömrümün axırına qədər eBay-də qalacam. Yox, eBay-də siz sabit olaraq orta aylıq 1200 ilə 1300 dollar arası qazanca rahatlıqla çata bilirsiniz 4-3 ayda. Lakin bundan sonraki müddətdə gələn yatırımınızı özünüzü inkişaf etdirib Shopify-a götürməlisiniz. Çünki ayda 1200-1300 dollar qazancı Shopify-da bir neçə gün ərzində eləmək olur. Bu həqiqətən də sözün əsl mənasında ağıl almayacaq qədər böyük bir həcmlərdirlər. Shopify-da bəzi günlər olur, biz 1000 pounddan üstündə bir reklam xərcləmələri eləyirik və bunu 3-4 rastlarla elədikdə siz rahatlıqla geri dönüşlərin nə qədər yaxşı olduğunu görə bilirsiniz. Eyni şəkildə biz bunu tələbələrimizə də necə elədiyimizi açıq bir şəkildə mağazalarımızdan bir yerdə göstəririk. Ona görə də sözün əsl mənasında eBay bir pilləkəndir. eBay-dən sonra gəlir Shopify. Hətta eBay-in arbitrajını eləyənlər belə var. Tanıyıram, Dumor'un içərisində var. Adam günə 70-80 sipariş alır və tədarük edir. CJ-yə atır, depolarda saxlayır və oradan göndərir. Və bu şəkildə işləyirlər. Bu şəkildə genişlədirlər işlərini. Heç vaxt eyni yerdə qalmırlar. Bugün üçün danışacaqlarım bu qədər idi. Bugünkü video elə də uzun olmayacaq. Maksimum 15 dəqiqə, 13 dəqiqə olacaq. Çünki əsas məsələləri vurğuladım sizə. Bu işi məndən daha sürətli və birəbir mentorluqdan öyrənmək istənsə, aşağıda link yerləşdirəcəm. Həmin linkdən pulsuz bir birəbir görüş edə bilərsən. Həmin görüş vasitəsilə sən bu iş üçün uyğunsanmı, deyilsənmi? Bu iş səni arzuladığın hədəfə çatdıracaqmı, deyilmi? Yoxsa bu həqiqətən sənin vaxtının alacağı bir işdir. Bunu öyrənmək üçün səninlə pulsuz birəbir görüş yaratması üçün xüsusi komanda yaratmışam və həmin komanda ilə görüş tamamilə pulsuzdur. Sadəcə aşağıdakı linkə daxil ol, ətraflı məlumat al, formu doldur və biz səndən əlaqə saxlayaq. Hər birinizə bol-bol satışlar və uğurlar arzulayıram. Sağ olun, salamat qalın.